Salamünaleyküm. Demək, buna baxın, fikir veriyorum. Turbaya baxın. Abi bir sürü neçə min voltdur bu, nəm 10 minlikdir, nəm neçədir bu. Abi turbanın nə tək sürüyübsə, fikir veriyorum. Demək, bu Azər işıq anca var, işləri var budur. Belə şeylərə diqqət ayırın. Gedib onun işığını kəsirsiniz ha. Vallahi yaxşı bir iş görür bu. O elə çörəyi mən vallahi yemərəm. Kimsə qaranlıqda qoyasınız, kimsə işığını kəsəsinizsə. Bundan sonra vallahi normal bir iş ilə məşğul olun. Bunun işığını kəsirsiniz. Çörək alıb aparırsınız, balalarınıza yiyirsiniz, evdə yiyirsiniz. Gəlin bunu düzəldin. Bu tok birinin başına düşəndə deyəsiniz ki, bunun ətrafı açıq. Bu gözü uşaqlar zətlər oynayır burada. Bunun ətrafına bax, bu volta bax, bura bax. Bax səsinə qulaq. Açıq aşkarda. Dəyir əlimiz, yayığımız. Bunlara diqqət ayırın. Düşmüsünüz, birinin 10 manat borcu var, işığın kəsirsiniz, birinin 20 manat borcu var, işığın kəsirsiniz, biri nə bilim, biriniz gəlib girir yerə levi verir, sonra başlayır. Opsi gəlir, tutur, kəsir, nə bilim, levidir. Özünüz yemirsiniz də, yəni ki, bu dövlətin malını yemirsiniz. Cəmanız bir də kətdə kəsib adam dində ola bilsin deyil. Atıb bir də motorun vurur, tokun vurur. Naxadı o, tutun, işığın kəsin. Özünüz də verməyin, levi verməyin.